bizim çoxdan arzumuz idi burada belə bir park yaransın. Çox gözəl. Bu uşaqların sevinci hər şeyə dəyər. O qədər razıyıq, o qədər təşəkkür edirik ki, Sumqayıt şəhər Yaşıldərə yaşayış massivində şəhid milli qəhrəman Əliyar Əliyev küçəsində Sumqayıt Bələdiyyəsi tərəfindən park salındı. Artıq park sakinlərinin istifadəsinə verilir. Sumqayıt şəhərində həyata keçirilən abadlıq və yaşıllaşdırma layihələri çərçivəsində daha bir nümunəvi istirahət məkanı sakinlərinin istifadəsinə verilib. Şəhərin Yaşıldərə yaşayış massivində Azərbaycan milli qəhrəmanı Əliyar Əliyev adına olan küçədə yeni salınmış bələdiyyə parkının açılış mərasimi keçirilib. Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, idarə və müəssisə rəhbərləri, bələdiyyə qulluqçuları və çoxsaylı sakinləri iştirak ediblər. İcra başçısına məlumat verilib ki, cəmi 2 ay ərzində yaradılan parkın ümumi sahəsi 3000 kvadrat metrdir. Layihə çərçivəsində ərazidə geniş abadlıq və yenidən qurma işləri həyata keçirilib. Belə ki, 915 kvadrat metr sahədə yaşıl qazon salınıb. 1375 kvadrat metr ərazidə pamet döşənərək piyadaların rahat və təhlükəsiz hərəkəti təmin olunub. Bundan başqa, uşaqların əyləncəsi və asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə 475 kvadrat metr hissədə xüsusi oyun və əyləncə zonası yaradılıb. Parkın yaşıllıq zolağında 200 ədəd eldar şam ağacı, 500 ədəd müxtəlif növ dekorativ kol bitkisi və 1000 ədəd mövsümi gül əkilib. Ərazidə sakinlərin istirahəti üçün 30 ədəd müasir oturacaq quraşdırılıb. Gecə saatlarında parkın işıqlandırması məqsədi ilə 15 ədəd işıq dirəyi istifadəyə verilib. Qeyd olunub ki, yeni parkın salınması Yaşıldərə yaşayış massivində ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıq sahəsinin artırılması və sakinlərin rahat istirahətinin təmin olunması istiqamətində həyata keçirilən mühüm layihələrdən biridir. Zakir Fərəcov görülən işlərdən razılığını ifadə edərək bildirib ki, şəhərin bütün yaşayış məntəqələrində abadlıq, quruculuq və yaşıllaşdırma işləri mərhələli şəkildə davam etdiriləcək. Tədbirdə çıxış edənlər bildiriblər ki, şəhərin müxtəlif ərazilərində həyata keçirilən abadlıq və quruculuq işləri Sumqayıtın simasını daha da gözəlləşdirilməsinə, sakinlərin rahatlığının təmin olunmasına xidmət edir. Xüsusilə yaşayış massivində yeni park və istirahət məkanlarının yaradılması uşaqların, gənclərin və ailələrin asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır. Sakinlər isə yaradılan yeni parkın əraziyə xüsusi gözəllik bəxş etdiyini vurğulayaraq, burada uşaqlar və ailələr üçün müasir istirahət şəraitinin yaradılmasını yüksək qiymətləndiriblər. Onlar həyata keçirilən layihəyə görə minnətdarlıqlarını ifadə edib, belə sosial yönümlü təşəbbüslərin şəhərin digər ərazilərində də davam etdirilməsini arzuladıqlarını bildiriblər. oy necə, bu sualı hiç vermək də olar. Əlbəttə ki, arzumuz idi. Uşaqlar gəzsin, dolansın, otursa biz də istirahət eləyik, nəvələrimiz də bir yerdə. Razısınızmı görülən işlərdən? O qədər razıyıq, o qədər təşəkkür edirik ki, əməyi olan insanlara və icra başçımıza çox böyük təşəkkürlər edirik. Bundan sonra da istəyirik daha da gözəl abadlaşsın, daha da gözəl olsun. Yaşıldərə sakiniyəm. Ən birinci icra başçısı Zakir müəllimə təşəkkür edirəm. Çox gözəl. Bu uşaqların sevinci hər şeyə dəyər. Bəli. Hə. Yəni rahatlıqla gəlib burada istirahət edə biləcəksiniz. Hər kəsə təşəkkür edirəm. Çox sağ olsunlar. Zakir müəllim nəinki belənçi bu şəhərdə çox gözəlliklər yaradır. Mən öncədən Sumqayıt şəhər İcra Hakimiyyətinə təşəkkür edirəm. Bu mən üçün çox xoş olub ki, həqiqətən bizim çoxdan arzumuz idi burada belə bir park yaransın. Şəxsən Sumqayıt Bələdiyyəsinə, o cümlədən kollektiv bütün üzvlərinə təşəkkür edirəm. Yəni rahatlıqla gəlib burada istirahət edə Mən biləcəksiniz. istirahət edirəm, hər gündə bu yolu gedib gəlirəm. Sağ olun, var olun, minnətdaram sizə. Nizami Rəsulov, xüsusi olaraq Dinastiv üçün.